Ümumiyyətlə Azərbaycan kinosu mən bir dəfə demişəm, Allaha bənd yaşayır. Yəni sadəcə olaraq hündür yerdən nəyisə dığırladarsan, bir müddət sonra artıq ədalət qanununa uyğun da sürücünün nəsə qanuna uyğun olaraq sürət yığıb gedir də, yəni harasa gedir. Çünki bir sistem yoxdur, bir belə yol yoxdur, bir mayak yoxdur bu sahədə ki, hamı baxsın o istiqamətə. Bir sadəcə olaraq pul gəldi, çəkdik, dağılışdıq, pul gəldi. Belə bir camiə camiə var, amma belə bir nəyinsə ətrafında birləşməyib. Çox az rejissor gördüm ki, bir proyekt uğrunda özünü belə dizlərini yaratsın ki, mən bunu eləməsəm ölərəm. Hamı necəsə belə bir dolanışıq şeyimi, belə bilmirəm. İçi mən qarışıq, özümü ayırmıram. Mən də məsəl üçün kinolara çəkilirik. Baxıram ki, çox belə başdan soğuda yanaşırıq bir çox şeylərə. Yəni bir sənət hadisəsinə çevirə bilmirik. Çox az adam var ki, var yəni heç yox deyil, var amma azdır. Həm bu tərəf, yəni pul verən tərəf günahkardır, həm pul alan tərəf belə məsuliyyətsizdir. Belə bir yenə deyirəm, sistem yoxdur deyə. Elə bil ki, meydana top atılıb, heç kəsə də qayda başa salınmayıbdır. Hərə bir tərəfə topu vurur. Bilinmir ki, offside nədir, bilinmir bu qapı sizindir, yoxsa bizimdir. Formalar dəyişib, düşüb, bilinmir biz səndən komanda yoldaşıyıq, yoxsa onunla. Belə bir top var meydanda, hərə bir tərəfə vurur.